Özünüzü təqdim edin. Mən Azərbaycan Respublikasının vətəndaşı Paşa Müslüm Yaşaroğlu, Səbahi rayonu Çernikovski küçəsi, bina 34, mənzil 1-də yaşayıram. Bizim problemimiz nədir? Deməli, xanım, dəfələrlə müraciət eləmişik, televiziya kanalları da gəlib sağ olsunlar, çəkiliş eləyiblər. Amma ki, bu işıqlandırılır, heç kəs də baxmır. İndi biz Şəhərsalma Komitəsinin Baksovetdəki idarəsindən gəldik. Yaxınlaşmışam, orada müraciət eləmişəm, mənə bildiriblər ki, bir il bundan qabaq sizə plana gedəcəkdir deyənə nümayəndə göndərilib, özəl şirkətlərdən nümayəndə göndərilibdir. O nümayəndəliklər də burada alqı-satqıları deyir, örgəniblər kvadratını ona görə çıxardıblar. 1550 manat kvadrat çıxardıblar. Bir il bundan qabaq. Bir il bundan qabaq çörəyin qiyməti 30 qəpik idi, indi çörəyin qiyməti 60 qəpik idi. Biz görmüşük ki, hər şeyin qiyməti qalxır, bizdə qiymət salırlar aşağı. Biz bu pulla, bu məbləğlə hara gedək? Getmək də olmur, xanım. Dəfələrlə müraciət eləmişəm. Mən Şəhərsalma Komitəsinin sədri var, Azər bəy, ona da müraciət eləmişəm. Demişəm ki, Azər bəy, mənim kvadratımda da əskilik yazılıbdır. Nurəddin bəy var, əskik yazıb. Yaxınlaşın, onu düzəldiş verin. Yaxınlaşın, mənə qayıdıb deyir ki, insanları deyir, qaldırmayağı deyir. Neyinirsiniz? Öz işinizi özünüz həll edin. Deyirəm, necə yəni? Bu xalqın nümayəndəsiyəm, mən də xalqın haqqını da öz haqqımı, xalqın da haqqını tələb eləməm, bəs neyniyim? Sual vermədiniz ki, insanları siz qaldırırsınız ayağa ki, biz səsimizi çıxardıq. Bəli. Elə edin ki, elə iş görün ki, biz səsimizi Bu çıxartmayaq. günləri mən sizə həqiqətləri deyəcəm. Bu günləri devlətin nümayəndələri, kiçik məmurları devlətə qarşı insanları qaldırırlar. Niyə? İnsanları bezdirirlər, insanları mənfi düşüncə ilə devlətə qarşı çıxardırlar. Əsasla yola salarsa. Deyir, əlimizdə deyil. Yəni buna nə deyəsən? Tələbiniz nədir əsas Tələbim, mən heç bir şey. Mənim tələbim odur ki, mənim qiymət, pul razılığına gəlmirəm. Mən pul istəmirəm. Bəs nə qədər məbləğə siz qane edir? Xanım, belə deyim də, evin kvadratından mənim evimin kvadratı bu günləri 68-dir. Amma gəlib Şəhərsalma Komitəsinin nümayəndəsi Nurəddin bəy 54 kvadrat yazıb. Burada kəsinti, 14 kvadrat, 13 kvadrat kəsinti. Bu haqsızlıqdır. Bunu da qoydu qırağa. 1550 manatla xanım bu günləri ölçülsün. 20 kvadrat olan var, 30 kvadrat olan var, 40 min, 45 min, 30 min. Cəmaət gedib harda ev alsın? Gəlsin mənə devlətim, hansı şirkətdir, hansı devlətdir, Maliyyə Nazirliyi qiyməti verəndə bilmir ki, bu insanlar günü-gündən hər şey qalxır. Bu insanlar evi hardan alsın? Kubikin qiyməti qalxıb, simentin qiyməti qalxıb. Hal-hazırda evlərin qiyməti də qalxır. Qalxıb, bəli, hamısı qalxıb, eşidiblər ki, hər yer plana gedib, hamısı qaldırıb. 60-70 minlik 2 otaqlı evlər indi olub 90-100 min. 3 otaq, mənim evim 3 otaqlıdır. 120 min, 130 min, 150 mindir qiymətlər. Mən hardan alam? Devlət mənə verəcək 80 min, mən oradan gedəcəm, üstünə hələ pul tapım hardan? Gedim oğurluq eləyim, kimin evinə girim, kimin arvadımın uşağının qabanı kəsin pul alım, mən gedim özümə ev alım. Elə şey olar, xanım. Çatdırıblar ki, insanlar həddindən artıq beziblər. Biz bu vətəndaş, Azərbaycan Respublikasının vətəndaşıyıq. Erməni deyilik. Biz 44 günün müharibədə bərabər çiyin-çiyinə verib dəstəyimizi cəmaət kef eləyəndə biz dəstək vermişik. Hərbiçisiz? Yox, hərbiçi deyiləm. Sadəcə Döyüşlərdə iştirak eləmişsiniz? döyüşlərdə müraciət eləmişəm, amma iştirak etməmişəm. Ehtiyac olmuyor. Çünki xalqımızın sağ olsun, igid mərd oğlanları gedibdir. Ehtiyac olmuyor, məni də çağırmayıblar. Müraciət eləmişəm, sağ olsun. Bu gün də olsa mən gedərəm. Amma o şəraiti yaradarlar, sabahlar olsa getməyəcəm. Heç evladımı da qoymayacam getməyə. Hamdülillah. Bu cürlə şəraitdə mən bu cürlə devlətdə haqsızlıq görürəm, mən getməyəcəm. Evladımı da qoymayacam. Gəl mən ona görə tutacaqlar, tutsunlar. Amma olmaz axı. Bu gün devlətin məmuru, kiçik məmuru məni incidir. Yüksək vəzifəlilərdən, yüksək nazirliklərdən, Maliyyə Nazirliyindən xahiş edirəm. Devlətin, nə bilim, qiymətləndirmə düzgün çıxarsınlar. Həqiqətən də bu kiçik məmurlar çox özbaşınalıq eləyib. Həqiqətən çox özbaşınalıq eləyib. Keçən səfər Kamal bəy gəlib, Şəhərsalma Komitəsinin təhqiqat rəisi. Yüksək məmurdur. Gəlib məndən danışır, deyirəm ki, dərdim budur, problem budur. Mən qayıdıb deyir ki, gözümü verəldim, nə danışırsan? Deyirəm, necə yəni gözümü, bu nə danışıqdır? Siz vətəndaşla kim ixtiyar verir? Deyirəm, gedib prezidentə müraciət edirəm, deyir, prezidentə kim istəyirsə müraciət edir. Biz heç kəsdən qorxmuruq. Deməli, mən bu evin hər bir şeyini dəyişmişəm. Bu evdə heç bir şey yox idi. Quru 4 divar idi, patoloq da yox idi. Təmir etdirmişsiniz? Təmir etdirmişəm. Bax, bu girəcəkdir. Mənim isti polma kimi, kafel metalma kimi, qapılarma kimi Avropa standartlarına uyğun. Amma çöldən belə görünmür. Bəli. Gördüyümüz kimi hər bir şey
Şəraitdir. Şəraitdir. Burada mənzalımdır. Hər cür şərait, hər bir şey. Hətta mənim burada uşaq otağım var. Bu uşaq otağımı belə Şəhərsalma Komitəsi qeyd eləməyib. Hə, buranı qeyd Bəli, etdilər. buranı da qeyd etməyib. Mən evdə olmamışam, yaxınlaşıblar. Evdəkilər şey edib, sadəcə nəmişlik var deyəni təmir eləmirəm, saxlamışam, plana gedir deyənə. Plana getməsəydi təmir edəcəyəm. Deməli xanım, bu cür şəraitə gətirib qiymətləndirmə verirəm, 1550 manat. Bu necə olur? Mən ailəliyəm, mən əziyyətlə, demək olar ki, mən 2013-cü ildən bu yana işləyirəm. Haradasa, indi deyim də 2013-də, 12 ildir mən işləyirəm. 12 ildə mən bu cür şərait yaratmışam. 350 manat, 450 manat maaş ala-ala. Mən əziyyət çəkib bu cür şərait yaradım. Devlət gəlsin, bu cür şəraiti altını üstünə çevirsin, mənə göndərsin ki, get küçələrdə qalıb. Belə şey olar xanım. Olmaz. Mən xahiş edirəm, yüksək məmurlarımızdan, dövlət rəhbərindən. Siz həmişə demişsiniz ki, biz Azərbaycan xalqı birik, bir də olacağıq. Xahiş edirəm, cənab prezident, artıq dərəcə xahiş edirəm. Mehriban xanım, bizə köməklik göstərin. Siz həmişə kiçik məmurlara tapşırmışsınız ki, siz xalqın hizmətçisiniz, xalqa xidmət edənsiniz. Xalq sizə xidmət etməməlidir. Xalqın dərdinə çarə tapın. Amma bu cür məmurlar, kiçik məmurlar sizə qarşı çevriliş yaradırlar. Özləri sizə qarşı çevriliş yaradırlar. Xahiş edirəm, cənab prezident, bizə dəstək olun. Artıq dərəcə xahiş edirəm. Çox sağ olun. Özünüzü təqdim edin. Mən Mədli Vüsal Fəxrəddin oğlu. Evlərimiz plana düşmüşdü. Sözün açığı sevindik ki, yəni, həqiqətən də evimiz plana düşüb. Amma ki, gəlib ölçdülər, yəni biabırçı məbləğ. Yəni mən 1550 manat verir, tamam. Mənim kvadratım da azdır. Əlavə yerim var ki, mənim Kuknadır. Kukna demək olar ki, ona. Onu da hesaba qatmayıblar. 40.578 manat mənə təqribi pul verir. Mən o pulu götürsəm ev ala bilmirəm. Bir yağlarda getdim çağırmağa, həmin adamın da elə bir ki, evi plana düşüb, plazı verirlər. Getdim çağırmağa, təzyiqi qalxıb. Danışa bilmirdi bu insan. Bu insan danışa bilmirdi. İstəyir gəlin göstərə bilərəm. Prosta ki, mən deyir ki, müsahibə vermək istəmirəm. Nəyə görə? Təzyiq qalxıb, görür ki, bu biabırçı məbləği verirlər. Təzyiq qalxıb, yəni vəziyyət bu cürdür. Yəni, niyə nə deyirəm? Mən vətənimi sevirəm, xalqımı sevirəm, dövlətimizi sevirəm. Amma ki, dövlətimiz də biganə qalmasın vətəndaşlara. Bu məsələlərdə əsas günahkar kimdir? Əsas günahkar mənim fikrimizə gəlib ölçənlərdir əsas. Çünki onlar düzgün ölçməyiblər. Onlar düzgün ölçsəydi yaxşı olar. İcra hakimiyyətinə müraciət eləmisiniz? Hər yerə müraciət eləmişəm. Bəs nə deyir icra hakimiyyəti bu məsələyə? İcra hakimiyyəti deyir ki, yönləndirirlər də, bildiniz nətər? Ora gedirik, bura yönləndirirlər. Şəhər İcra Hakimiyyəti qayıtdı, dedi ki, sağ olsun, onlar da hörmətlə yaxınlaşdılar. Deyir ki, bizlik bir şey deyil. Biz komissiyanın üzvüyük sadəcə. Əsas deyir, Şəhərsalma Komitəsidir, Maliyyə Nazirliyidir. Deyir, Şəhərsalma Komitəsi deyir, yazmalıdır Maliyyə Nazirliyinə. Maliyyə Nazirliyi deyir, yenidən burada qiymətləndirmə çıxarmalıdır. Qiymətləndirmə çıxarılandan sonra sizə yenidən deyir, məbləğlər hesablanıb verilməlidir. Qaldı deyir kvadrata deyir Ramin bəy baxır. Şəhərsalma və planlaşdırma tikinti sahəsində deyir o baxır. Bu Baxsavay tərəfdə oturur. Deyir ona müraciət edin, ölçülərinizi də o deyir qeyd edir. Ona da yaxınlaşdı, bizi qəbul eləmədi. Sağ olsun. Deyir biz müraciət deyir, ancaq yazın. Deyirəm qardaş, mən də tənzillədim. Mən bu günləri gəlmişəm, mənə bayrama çıxacaq 2-3 gündən sonra. Bu 2-3 gün ərzində mən heç bir işimi aşıra bilməsəm, qalır ortada belə. Bayramlar qarşılayacaq, hər şey unudulub gedəcək. Yenə xalqımız baxacaq, xalqımız yenə bunu hərə bir ağızla kiməsə çatdırsa, bu bizim üçün böyük bir şeydir. Əlbəttə ki, bu üzü sağ olun, gəlmişsiniz, əziyyət çəkmişsiniz. Sizlər də var olan çəkiliş media qrupu, hamısı küçələrdə gün altında insanların dərdini dinləyir. Həqiqətən də bu günləri televiziya kanallarının, jurnalistlərimizin haqqını itirmək olmaz. Sağ olun ki, gəlmişsiniz, bizlərin dərdinə şərik olub, bunları millətə, dövlətə çatdırırsınız. Minnətdarlığımızı bildiririk. Çox sağ olun. Çox sağ olun. Özünüzü təqdim edin. Mən Azərbaycan vətəndaşı Əskərova Ofeliya Firudin qızı. Çirnixovski bina 30, mənzil 31A-da sakini. Bugünkü gündə gəlib bu köçürülmə ilə əlaqədar bizim evləri
kvadraturasını hesablamışlar. Mənə 30 kvadrat məlum oldu ki, evim 30 kvadratdır. Bu 30 kvadrata mənə 48 min pul ayrılıb. Mən bu 48 minlə hardan ev ala bilərəm? 48 minlə mən necə bir sot torpaq da ala bilmərəm? 5 baş ailəyik. Oğlum, mən, gəlinim, 2 dənə də oğlan, nəvəm var. Bugünün sabahın əskərləri, vətən keşikçiləri. Mən onları nətər mən yerləşdirim ki, mənim balalarım səhərki gündə ürəklə getsin vətənini qorumağa. Mən bu pulla razı deyiləm, xahiş eləyirəm. Devlətin bu küçük kvadraturası olanlara 20% eşitmişəm. Sovetin devrində də bu qanunlar var idi. 20% prezident aparatının, prezidentimizin aylığından, 20% evdə oğlan uşaqları, əskər varsa onlara, 20% də 15-20 ildən artıq bu binada yaşayırsansa, 20% də o gəlməlidir üstünə. Necə olur? Bazar qiyməti qalxır, bizə verilən evin məbləği aşağı düşür. Mən bu qiymətə xahiş edirəm, bunu izləyənlərdən, siz özünüz fikirləşin, görün 48 minə bir ev, bir sot torpaq ala bilirsinizmi? Evdən də çıxmıram deyəndə bizə məmurların cavabı, evdən çıxmayacaqsan, zəlzələ ola bilər, ev yana bilər, suyun kəsiləcək, qazın kəsiləcək, elektrikin kəsiləcək, sənin başına bir iş gəlsə biz cavabdeh deyilik. Bu sözlərin arxasında oturub fikirləşəndə bir insan kimi mənim başımı tükləri ayağa qalxır. Necə yəni səhər mənə 30 ildir bu evdə yaşayıram, heç nə olmadı. İndi mi mənə bir şey olacaq? Düşünürsünüz ki, sizə Düşünürəm ki, nəsə gəlir. hədə qorxu gəlir, nəsə düşünürəm ki, başımın tükləri ayağa durur bu sözləri duyanda, onun arxasında fikirləşəndə. Mənə bu bizim evləri ölçən Nurəddin müəllim, mən getdim onun jekdə oturmuşdu, yanına getdim, dedi ki, səhərsi günü dedi, orada bir dağıntı, bir uçurma, bir şey olsa biz cavabdeh deyilik. Necə yəni cavab deyirsən? 30 ildir mən burada yaşayıram, mənə heç nə olmadı. 30 ildən sonra mənim başıma nəsə burada bir iş gəldi. Zəlzələ oldu, bizim divarlarda bir dənə çatlaq olmadı. Bir il bundan qabaq 15 min gedib ABB-dən, bankdan pul götürdüm, evimi təmir elədim. Bir il oturmadım içində, indi deyir evləri çıx. Mən indiyə nə qədər bank ödəyirəm. Yaxşı, yenə ödəyərəm. Heç olmasa mənə vereydin 48 yox, 70, 80. Mən gedərdim 2 sot torpaq alardım. Başımı soxmağa bir yer tapardım. 5-5 ailə bu evi boşaldandan sonra harada yaşamalıdır? Ay bu verilişi izləyən bizim devlət məmurlarımız, başçılarımız, deputatlarımız, millət vəkillərimiz sizdən artıq dərəcədə xahiş edirəm. Bizə bir yardım göstərəsiniz. Biz də Azərbaycan millətiyiz. Siz zaten bizim hesabımızı orada oturursunuz. Biz aşağı təbəqəli insanlara yuxarıdan aşağı baxmayın. Çox-çox xahiş edirəm. Bizim ehtiyaclarımızı, bizim diləklərimizi yerinə yetirin. Sizdən mən nə pul istəmirəm, nə ev istəmirəm, nə maşın istəmirəm, nə lüks, prestijli bir ev də istəmirəm. Mənim haqqıma düşən, məni bazar iqtisadiyyatı ilə uyğun gələn bir məbləği verin, mən o evi boşaldım. Tez televizorunda biz oxuyuruq, görürük qəzetlərdə Avropa bizi qısqanır. Düzdür, Avropa bizi qısqanır. Avropa bizi nəyə görə qısqanır? Neftimizə görə, qazımıza görə, işığım elektriyimizə görə, qızıllarımıza görə, yerin altında sərvəti qiymətləndirilməyən sərvətlərimizə görə qısqanır. Ancaq biz Azərbaycan vətəndaşı Avropalıların yaşayışlarına qısqanırıq. Siz neçə ildir burada yaşayırsınız? Mən mi? 2000-ci. 2000-ci ildə. Soyma heç ayağını Yox, yox. 2000-ci ildə. 26 ildir qızım. Banka girdim, pul götürdüm, təmir elədim. İndi də gedirlər. Hələ bank ödəyirəm. Mən hələ banka pul ödəyirəm qızım. Göstərə bilərəm əvraqlarımı. Bank kartlarım. Bank hesablarım. Bank hesablarım. Nə qədər məbləğində pul Məbləğim 28-i də 216 manat. Hər ay pensiyamı buraya verirəm. Təmir elədim. Bir ildən sonra dedilər ki, sökürlər.
48 min pul verir qızım, 48 minə. Mənə 5 nə istəmirəm. Bax, bu öz evim kimi ev alsınlar, versinlər, mən çıxım. Deyəndə ki, çıxmıram, deyirlər, zəlzələ oldu, dam uçdu, ev yandı, biz cavabdeh deyilik. Bunun arxasına oturub fikirləşəndə mən az qalıram, havalanam. Mənim bütün psixolojim pozulub. Bir yardım eləsinlər, bir necə deyim, Sovetin devrində 20% devlət prezidentin aylığından qoyulurdu. Küçük evi olanlara, kvadraturası az olanlara 20%, evdə 2 dənə əskər olanlara 20%, 10 ildən artıq bir evdə yaşayırsansa ona verilirdi. Mən bunun üçündən də məhrumam. Deyirlər o qanunlar yoxdur. O qanunlar deyir getdi. Biz getməmişik axı, biz buradayıq. Heç olmasa bazar iqtisadiyyatına uyğun mənim evimin pulu verilsə, mən gedib heç olmasa bir sot torpaq alaram, bir dənə başımı soxmağa yer şey eləyərəm. Bu evin hamısını biz özümüz kendi cibimizlə düzəltmişik qızım. Devlətdən bunun üstü damırdı, ərzə yazmışam, qonşulara qol çəkdirmişəm. Getmişəm JEK-ə, 10 gün ayaq döymüşəm, qırğın, dava, həyasızlıqla JEK-dən gəlib üstünü tollayıblar. Qonşulardan da soruşası bilərsiniz, hamısı deyə bilər onu. Mən 48 minə nə alım, qurban olum. Yaxşı, mən yaşlı bir arvadam, bugün öldüm, getdim. Mənim 2 dənə əskər balam var, nəvələrim var 2 dənə. Bunların axırı nə olacaq? Sabah gəlib qapını döyəcək, gəl vətəni qoru, vətənə canımız qurban, fəxr eləyərəm, nəvələrim vətən qoruyur. Allah o günü göstərməyi, görməyi nəsib etsin. Ancaq mən indi nəvələrimi mən çölə atıram, balalarımın gələcəyi çölə atılır. Devlət çölə atır bizi. Yox, tualeti yox, bax, hamamı təmir elədim. Bir dənə bax, bura qaldı, eləyə bilmədim, qaldı. Özünüzü təqdim edin. Mən Paşayeva Səmaya Məhəmməd qızı, Azərbaycan Respublikasının vətəndaşıyam. Bizim də həmçinin eyni problemlər eynidir. Mən də bu evdə yaşayıram, bacım xəstə 1-ci qrup əlil anam var, yataq xəstəsidir. Bacımın 2 yeni oğlu, bir yerdə yaşayırıq. Yəni biz bu verilən məbləğlə razı deyilik. Biz bu məbləğə heç bir yerdən ev ala bilmirik. Evlər sürətli yüksəlir qiymətləri. Biz neyinik? Bizə xahiş edirik, bizə kömək olarlar. Bəs deyirdilər ki, xanım, bəs deyirdilər Avropa Azərbaycanı qısqanır. Bəs Avropa Azərbaycanı qısqanır. Necə oldu? Bizim nəyimizi qısqanacaq Azərbaycanı, hə? Bu durumda olan vətəndaşlar, haqqı tapdalanmış vətəndaşları Avropa necə qısqana bilər? Hə? Avropa hansı, nə əsasda qısqanırlar bu şəraitə? Axşama qədər televizorda eşidirik ki, Avropa Azərbaycanı qısqanır. Avropa bizim nəyimizi qısqanır? Haqqı tapdalanmış insan vətəndaşları necə qısqana bilər? Haqqı tapdalanıb, haqqını doğru dürüst ala bilməyən vətəndaşı Avropa bizi necə qısqana bilər? Mən başa düşmürəm. Mən sual verirəm bizim dövlət rəhbərlərimizə, böyüklərimizə. Avropa bizi necə qısqanır? Haqqımız təpdalanıb da bizim haqqımızı bizə qaytarmırlar. Neyniyək biz? Mənim 90 yaşında xəstə yataqda yatan 1-ci qrup əlil anam var. Biz hara gedəcəyik? Biz məcburuq çadır quraq, yolda yaşayaq, parkda qalaq. O da icazə versələr. Mən xahiş edirəm bizə bir kömək əl uzadanlar olsun, bizim məbləğimiz doğru, dürüst hesaplansın. Biz gedib ev ala bilək, xanım. Biz Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Biz bu vətəni sevirik. Bizi bu devlətə qarşı çıxardırlar. Amma biz devlətə qarşı çıxmarıq. Biz dövlətimizi də sevirik, bayrağımızı da sevirik, qerbimizi də sevirik. Himimizi də sevirik, hər şeyimiz. Bizim bu torpağın daşı, torpağı bizə dəyərli, qiymətlidir. Sadəcə olaraq bizim haqqımızı versinlər. Haqqımızı bizə qaytarsınlar. Biz zəngin olmaq istəmirik. Biz zənginik hara, biz hara. Qoy zəngin məmurlar olsun. Öləndə onlar qəbri aparacaqlar. Amma biz aparmayacaq. Onlar aparacaq bu gedişlə. Bizimki haqqımızı yeyirlər. Ha? Onlar düşünürlər ki, gedəndə məzara götürəcəklər. Xeyr. Kimsə məzara bir şey götürə bilməz. O yüzden biz zənginliyi düşünmürük. Biz istəyirik ki, yaxşın, qarın, soyuğun altında qalmayaq. Bir balaca evimiz olsun, gedək evimizdə yaşayaq. Necə yaşayırdıq? Xahiş edirəm. Təşəkkür edirəm sizə, xanım. Çox sağ olun.